Değerli izleyiciler, hamını salamlayıram. Budur növbəti gün və növbəti tıraş video icmalımız. Və bugünkü səbəbkarlar olacaqlar. Deməli, Bruni Banani adlı belə bir preşev kimi bunu istifadə edək. Tez bir zamanda hazırdır. Bu qədər. Üzümə çəkirəm. Hazır və davam edirik. Mən üzülür sayın. Bu çox pis səs elədi. Və beləliklə davam edirik. Növbəti iştirakçı olacaq bizdə yoldaşlar. Artıq keçmiş videoda istifadə etdiyimiz deməli Simuk fırçası donuz qılından çox xoşuma gəlmişdi. İstədim həmin hissləri bir də yaşayım. Çox xoşuma gəlmişdi performansı. Deməli həm də bir neçə söz demək istəyirdim yenə də bu donuz qılından olan fırçalar haqqında. Sonra yoldaşlar sabun Zingari deməli Brewery adlı Tropical Fruit sabunun çox qəşəng qoxusu və performansı. Çox hörmətli Vasif abiyə bir daha təşəkkürlər. Çox sağ olun. Allah razı olsun. Bir bu qədəri götürdüm. Yerləşdirirəm bizim qabımıza. Qoyuruq qırağa. Budur. Bunun dibinə bunu yapışdırırıq. Üstünə azca su alacağıq. Üzürlü sayın sizin vaxtınızı alıram. Bu işləri çox güman ki, yəni ki, öncədən görünməlidir. Amma bilmirəm hansısa bir yazılmayan bir standartlar onu tələb edir ki, mən bu işləri sizə nümayiş edim. Budur, yapışdırdım. Dibinə azca üstünə su alıram. Çox az bir miqdarda ki, yumuşalsın. Burada su var, inanın ki. Budur, hazır. Və bizim növbəti iştirakçılarımız deməli olacaqlar. Aftaşev olaraq yoldaşlar, spirtli aftaşev əvəzinə belə bir çox belə deyək aftaşevlərin qarşılığı olan deməli belə bir spirtli bir aftaşevdən istifadə edəcəyik. Tıraş sonrası isə çox hörmətli Orxan abi bizim kanal üçün təqdim edən belə krem balzamı Active Care'dan Sport Active Bella Jardin deyə burada yazılıb. Bu nəticə hardan əldən edilibdirsə, yəni ki, mən biraz çətinlik çəkirəm. Bu suala cavab verim. Poland, Made in Poland, Polşanın istehsalı olan Polşanın deməli müəssisəsidir. Bella Jardin adlı müəssisə. Qoyuruq qırağa. Deməli sabun danışdıq, fırça danışdıq və əsas səbəbkarlar diyə olaraq deməli mən seçim qarşısında idim. Onu nereye qoydum? Buradadır. Deməli Treat Classic tiyələrlə və Rapira tiyələr arasında qalmışdım ki, hansını seçim. Son anda yəni qərarım Rapira'ya düşdü. Niyə? Çünki Rapira tiyəni daha yaxşı tanıyıram. Yəni necə qırxacaq, necə olacaq, ona görə seçim qaldı Rapira tiyələrdə. Üz qırxanlar, o ki mən Rapira'nı seçdim. Yəni ki, orta agresiyadan biraz aşağı olan üz qırxandı deyən, tiyədir deyənə və təbii ki, bizim üz qırxanlar kifayət qədər effektiv və agresiv tıraşa malik olan deməli üz qırxanlar olacaq. Üz qırxanlar isə Frankenstein mi adlandırar, hibrid mi adlandırar bilmirəm. Deməli, ilk öncə Razarok'un deməli Jones adlı, yəni Game Changer'ın açıq daraq, amma dişlərin sayı az olan belə bir üz qırxandır. 84 milli qəp
qəpə məxsus olan Kanada istehsalı, Made in Canada, unique nömrə falan hamısı burada yazılır. Və 84 olduğunu bilmirəm. Görə bilsəniz burada yazılır. İnan ki elədir. Sonra digər tərəfdə isə yəni bu Jaws'la deməli sağ tərəfini, üzümün sağ tərəfini qırxacağam. Üzümün sol tərəfi isə Lambda Razor'ın deməli üz qırxanı. Sapı dəyişdim. Deməli Igor Zgurski adlı belə ustanın düzəltdiyi sapdır, titan materialdan. Yüngüldür. Ümid edirəm ki, manevriliyə görə, yəni ki, tıraş daha yaxşı alınacaq. Nəyə ki, öz sapı, misal üçün, əlimdə pis yatır deyənə, sürüşkən olduğuna görə dəyişdim buna. Görək necə alınır, necə aparır. Lambda Razor özünü, deməli, Ares adlı başlıqdır, açıq. Deməli, burada qət deyilən şey yoxdur. Tiyə əyilir təmiz. Burada isə tiyə nisbətən düz qalır. Çünki əyilməyə yer azdır burada, amma çox əyilir. Və tiyələri, deməli, rapira tiyələri yerləşdirək tez bir zamanda və praktik olaraq görək necə görsənəcək bu üz qırxanlar tiyə yüklənəndən sonra. Tez bir zamanda iki belə rapira tiyəsini götürüb qabığından çıxardıram. 2 qat qabıqlıdır rapira tiyələr. Deməli, kim ki bizim videoları izləyib, deməli, rapira Swedish Steel və yaxud Şvedski Stal adlı üz qırxan tiyə ilə bu Super Stal adi, sadə bu rapira ilə arasında heç bir fərqi yoxdur. Mən göstərmişdim. Yəni ki, belə gözlə görünən heç bir fərqi yoxdur. Sadəcə olaraq qabıqları və qabları fərqli idi. Amma hansı necədir bilmirəm. Yəni ki, birə-bir yəni heç nəylə seçilmirdilər tiyələr. Bəlkə ola bilsin, indi onların belə deyək, kəskinlikləri fərqlidir və ona uyğun olaraq onlar itilənmə prosesi fərqli ola bilər. Və başlayaq biz bu Jaws adlı Razorok'un Game Changer Jaws adlı başlıq. Yəni daha doğru desək plitəsi. Vay, ayda bunun hara düşdü bu? Bitirdik. Burada deməli xüsusi plastik bir şayba var idi, düşdü getdi. Bitirdik. Üzürlü sayın. Və davam edirik. Gözəlliyi nədir? Deməli, Razorok'un deməli üz qırxanların bu plitələrdədir. İki çıxıntı, hansıya ki tiyə yerləşdirilir. Əgər digər üz qırxanlarda qapaqda olursa, həmin yer, deməli, Razorok Game Changer'də o plitədə olur. Bu da sıxırıq, belə saxlayıb, üstdən sıxdıq və baxırıq yoldaşlar. Bu qədər çıxıntı var hər iki tərəfdə, böyürdən görə bilsəz. Odur. Və Lambda arası yerləşdiririk tiyəmizi. Buradakı bu plastiki itirməmək üçün bunu ehtiyatla yerləşdirək. Budur rapira. Burada gördüyünüz kimi başlıqdadır şpilkaları. Burada tiyə əməlli başlı əyiləcək bunun içində. Yerləşdiririk. Budur. Və çox ehtiyatla bunu belə saxlayıb buna sapını bağlayırıq, bərkidirik. Budur. Titan sapı. Yuri Zgurski'ye buradan teşekkürler сапа görə. Игорь, спасибо большое за ручку. Очень красивая, удобная, легкая. Budur. Tiyə tiyənin çıxıntısı çox azdır. Çox. Gördüyünüz kimi gövdəsinə görə əyilib təmiz. Gəlin, baxın. Nə qədər çıxıntı var. Burada çox cüzidir. Daha çox R41'ə yaxındır mühlə. Burada isə daha çoxdur çıxıntı. Və yoldaşlar, davam edək. Gəlin biz bu fırçanı təmiz bu sudan azad edək. Sıxaq. Sonra sabunun üstünə aldığımız suyu, burada demək olar ki, yox səviyyəsində su, çox az almışdım suyu, ona görə başlayıram köpükləndirmək.
Və yoldaşlar, başlayırıq. Deməli, birinci pərdə böyümə istiqamətdə üzümün sağ tərəfini, deməli, Jaws adlı Game Changer Jaws açıq qapaq, deməli, 84 biltə ilə Rapira tiyələr birinci istifadədə 3 günlük saqqal birinci pərdə. Başlayırıq. Üzürlü sayın, hələ ki mən bunun bucağını tutuzdura bilmirəm ki, burada xətt deyə bilim. Neyse, devam edirik. Axır ki alındı. Biraz deməli Ares'in tərəfinə keçdim, amma neyəyək? Davam edirik. Deməli Ares, Lambda Razor başlığı və Igor Zgurski düzəltdiyi sapı, Titan sapı məncə fərq olmalıdır qırxmaqda və kifayət qədər çox belə deyək, effektiv bir tıraş alınmalıdır. Görək. Həmçinin burada da istifadə olunur Rapira tiyələr. Deməli yoldaşlar, birinci pərdədən sonra nəticə nədir bizdə? Hər iki üz qırxan deməli kifayət qədər effektiv qırxdı üzümü, yəni ki hər ikisi yəni kifayət qədər effektiv idi. Deməli üzüm bu düz yerlərdə daha belə deyək komfortlu, üzdə tiyən hiss olunmaması Jaws'da oldu. Amma bu burnun altında, dodaqlarda hər ikisi eyni qədər hiss olunurdu. Görünən o idi ki, burnun altına daha dərin bu Jaws girirdi, buraları qırxmaq üçün burnun altında. Burada isə yox.
Burada biraz elə bil ki Rockwell'a daha çox bənzəyirdi. 6S və yaxud da 6C Rockwell kimi. Üstə gəl. Burada düz yerlərdə də tiyə azca da olsa hiss olunurdur. Deməli arasından söhbət gedir. Üstə gəl. Üstə gəl. Burada bucaq balacadır. Yəni qaldırmağa ehtiyac yoxdur. Çox balacadır bucaq və bu çənəmin altı boğazı qırxanda gəlib çıxırdı mikrofonun üstünə. Bir sözlə, yəni ki, bu kimi hisslər keçirtdim, onlarla da sizinlə bölüşdüm. İndi tez bir zamanda üzümü yaxalayıb, azca nemləndirib, köpükləndirib qayıdıram yanınıza. Budur yoldaşlar, davam edirik. Deməli, böyümənin əksinə qırxırıq və ehtiyatı heç bir zaman əldən verməməliyik. Niyə? Çünki açıq daraqdır, açıq tiyə, təhlükəsiz çubuq demək olar ki, yox səviyyəsi vəziyyətdədir və ehtiyatlı olar bir sözlə. Çünki hər ikisi effektiv üz qırxanlardır. Başlayaq. Və deməli arız, lambda rezor böyümənin əksinə. Və budur yoldaşlar, da sona çatdıq. Demək olar ki, ümid edirəm ki, tıraşımız çox qəşəng alınıb. Ümid edirəm. Mən tez bir zamanda üzümü sərin su ilə yaxalayıb, həm də eyni zamanda yoxlayım görüm. Harda nə qaldısa bəlkə ola bilsin taçap etdi. Çünki sabunumuz da var. Baxarıq indi. Tez bir zamanda qayıdıram yanınıza. Və budur yoldaşlar, bizim spirtli avtoşevlərin, belə deyək, bir çox avtoşevlərin Özcandır, sonra Eyüp Tuncay, sonra Rus istehsalı olan bir neçə belə bir sözlə avtoşevlərin qarşığıdır. Başlayaq. Çox qəşəng, çox super. Bunu nə edək? Bunu hələ ki. Çox qəşəng.
Möhtəşəm, möhtəşəm, çox qəşəng. Çox qəşəng. Qoxunu deyə bilmərəm çünki qoxular tamamilə qarışıb. Amma performansı elə də pis deyil. Yağı yoxdur. Bütün bu demək avtoşeirlər spirtlidir. Hamısı bura əlavə olunan və beləliklə bizdə üz tez bir zamanda qurumalıdır. Yapışqanlığı demək olar ki, yox səviyyəsində. Mən üzürlü sayın studiyada asta-asta belə isinmə başı verir. Mən tez bir zaman qapını açım. Hava gəlsin. Çox istidir. Və davam edirik yoldaşlar. Növbəti avtoşeir çox hörmətli Orxan abi tərəfindən təqdim olunan və gözlərim görmür, üzərlüsəm. Meniyələrimi keçirdim. Budur. Krem balzam olmalıdır. Tək təzədir. Çox sağ olsun, Allah razı olsun. Bunu açırıq deməli ağzına ehtiyatla. Yaydı deyənə artıq belə deyək, belə kremlər və balzamlar o qədər işlənilmir. Amma video çəkiliş üçün, blog üçün bunu edək. Budur, dozatoru var, qəşəng. Çıxartdıq və azca daha çox balzama oxşayır, gördüyünüz kimi. Budur, yəni özü axır. Gəlin çalışaq bunu geriyə yapışdırmağa. Ki biraz yaxşı görsəniz, yox, yapışmır. Ona görə yapışmır deyənə sadəcə olaraq ağzını bağlayıb bərkidirik. Bir bu qədər götürdüm, məncə kifayətdir. Bəli, amma əldə balzam kimi yox, krem kimi daha çox hiss olunur. Və əllərimə baxın. Bəli, kremdir. Kremdir, sadəcə olaraq studiyada o qədər istidir ki durulaşıb. Hazır yoldaşlar. Deməli, siz inanmazsınız, mən heç bir qoxu hiss eləmədim bu balzamda. Ona görə çox huzurlu sahib, ümumiyyətlə heç hiss etmədim. Yox, heç nə hiss eləmədim. Çox güman ki, neytral qoxu var. Üstə gəl bu üzümə vurdığım spirtli avtoşeirlərin qarşılığının belə deyək, qoxusu o qədər belə deyək, möhkəmdir və göz çarpıcıdır. Artıq söndürdü qalan bütün qoxuları. O cümlədən sabunun qoxusunda belə. Krem avtoşeir. Yapışır üzüm, amma tez bir zamanda üzüm çəkdi onu və artıq heç nəyi belə diskomfortlu hiss etmirəm üzlə. Bu krem haqqında çox neytral və görünür odur ki, yəni ki, üzə qarşı müalicəli xüsusiyyətləri deməli mövcuddur. Krem sabun deyirəm. Bizim sabunumuz artıq 3-cü tirajdır. Biz bu Singeri Brewery adlı Tropical Fruit adlı bu sabunu istifadə etdik. Məncə kifayətdir. Artıq növbəti videoda digər bir sabununu istifadə edəcəyik. Bizim bu fırçamız Simug'un deməli Owners Club Simug belə bir fırça, taxta sapı olan, deməli donuz qılından olan, performansı mükəmməldir yoldaşlar. Çox qəşəng, çox xoşuma gəldi. Ümumiyyətlə misal üçün mənim təcrübəmə görə əgər müqayisə etsək o təbii qıllardan söhbət gedir. Deməli hansı fırçalardan xoşum gəldi? Xırda badgerlər, yəni porsu xırda millidə olan, böyük millidə olanlar daha çox sabun sərfiyyəti üstə gəlir. Tez bir zamanda quruyurlar, bilmirəm nədənsə. Bir sözlə daimi nəmişlik tələb edirlər. Yəni ki, tez onları
istedasınız, yaxud savğunu bol götürəsiniz. Bir sözlə yəni ki, bir növ belə kaprizləri var. Porsuq fırçalar. Amma kiçik belə deyək, notlarda olanda, not deyəndə o diametri də loftun. Burada biri var idi xırda. Bu kimi misal üçün. Familiar Sagrada adlı porsuq fırçadır, 22 milli, yəni ki, loftu kifayət qədər balacadır və tez bir zamanda deməli həm köpükləndir, həm o qədər suyu yeməyə qabiliyyətinə malik deyil, xırdadır. Ona görə yiyənə qədər yəni ki, artıq düzəlir. Hə, və növbəti fırça, mən onu da sizə təqdim edim. Deməli, burada bu qarışıqdır, bu fırça. Deməli, porsuqla digər biri də var, onu da tapdım. Porsuqdan sintetik deməli qılların qarışığıdır. Bu DS Cosmetics'in fırçasıdır. Bu da performansına görə yaxındır bu deməli donuz qıllı fırçalara. Üstəgəl bu fırça. Burada artıq qarışıq nədir? Donuz qılı ilə deməli porsuq qılının qarışığı. Bunların dizayn olaraq tam başqa dizayna malik olan fırçalardır. Buna fən deyirlər, yəni ventilatorda olan fən zatlara oxşayır deyənə. Bir sözlə bu modelə fən deyirlər, yəni bu düz kəsimə. Amma biraz yumruvari olanda lampoçka fasondadır, ona görə lamp deyirlər. Bir sözlə bu kimi dizaynlar hər ikisi qarışıq, yəni porsuqla qarışığı olan və üstəgəl porsuğun Pure Badger adlı deməli DS Cosmetics'in bir fırçam da var. Onun qılları da donuz qıllarına performansına görə, hissiyyata görə üzdə yox. Üstəgəl yəni ki, o suyu özündə saxlamağı filana görə bu fırçalar təxminən hansısa biri biraz çox, hansısa biri biraz az, amma ümumilikdə hamısı bir səviyyədə olan fırçalardır. Donuz qılından olan fırçalar deməli fərqlənirlər nə ilə? Loftun böyüyü ilə, diametrlə, amma sabını özündə saxlamaq və yaxud nəmişliyi özündə saxlamaq digər porsuq fırçalardan fərqli olaraq fərqlənirlər. Mənim fikrimcə bu hamısı mənim fikirlərimdir, mənim təcrübəmdir, mən gördüyümdür. Ola bilsin kimsə həmin bütün bu hissləri tam başqa cür hiss edib, tam başqa cür görüb. Ola bilər, heç kəslə mübahisə etmirəm bu mövzuda. Amma mən gördüyüm bu təcrübəmə görə belədir. Sintetik fırçalar ümumiyyətlə tamamilə başqa bir klas fırçalardır. Onlar tez bir zamanda belə deyək, öncədən suda saxlamaq falan bu kimi şeylər yoxdur. Azca axar suyun altında saxlayan kimi o ilə da qutardı. Yəni tez bir zamanda özündə sabun saxlamaq, bu kimi problemlər bunlarda olmur. Davam edirik yoldaşlar, biraz çox danışdım. Bunun da səbəbi var, çox hörmətli Rəhman müəllimlə bu yaxınlarda müzakirələr etdik. Fırçalar haqqında, ona görə birbaşa video vasitəsilə də bu mesajı həm Rəhman abi üçün, həm digərlər üçün bir daha təkrarlayıram. Bu bizim fırçalar haqqında, sabun haqqında danışdıq, aftershave haqqında danışdıq. Balzam artıq təmiz hopuldu, artıq üzüm yapışmır, çox qəşəng. Heç bir əsər əlamət bu tıraşın, bu diskomfortu yoxdur. Bir neçə nöqtə saldı belə xırda nöqtələr Jaws. Deməli Jaws necə oldu? Rapira tiyələr və Jaws 140 Ginger'in açıq darağı. Böyümə istiqamətdə çox komfortlu, çox sürətli tıraş alındı. Çox komfortlu və sürətli. Və belə deyək, bucaqda hansısa bir nəyəsə ehtiyac yox idi. Yəni nəyisə nəzarət eləməyə. Bucağı tez bir zamanda tapdım. Demək olar ki, hardasa burada ancaq xətt salanda biraz çətinlik çəkdim. Qalan hallarda, yəni tez bir zamanda tıraşımı etdim. Tiyə demək olar ki, hiss olunmurdu, böyümə istiqamətdə. Böyümənin əksinə, tərsinə üzümü qırxanda isə yoldaşlar artıq
həm tiyə hiss olunurdu, həm bucağı seçməli idim. Amma yenə də tıraş kifayət qədər sürətli oldu. Heç bir yerdə qayıtmağa ehtiyac yox idi. Demək olar ki, bir belə hərəkətə hamısını qırxıb aparırdı. Bir belə hərəkətə hamısını qırxıb aparırdı və çox rahat yağ kimi gedirdi. Amma tiyə özünü hiss elətdirirdi və bucaqda çox ehtiyatlı olmalıydım. Bucaqda xüsusi olaraq tutmalıydım, qaçırtmamalıydım. Qaçırsaydım, biraz qaldırsaydım artıq tiyə dəriyə qarşı perpendikulyar olardı və atlanacaqdı. Beləliklə mən bir çoxlu çapıq alardım. Hansıları ki aldım, harda bu çənəmi artıq burada bucağı demək olar perpendikulyar elədim ki, açı qırxılsın və bir çox nöqtə kimi olaraq çapıqlar aldım burada. Amma avtoşevlərdən sonra canlanmayıbsa, deməli çox xırda çapıqlar imiş bunlar. Qırmızı nöqtələr var idi. Bu bizim deməli game changer Jawsak'da. Arısak'da nə deyə bilərəm yoldaşlar? Arıs başlığı Igor Zgurski'nin sapı ilə tamamilə başqa bir üz qırxandır. O ki, əldə çox kip və rahat qalır və sapı qısa olduğuna görə kifayət qədər manevrli oldu. Balansı da möhtəşəmdir. O ki, başlığı ağırdır, sapı yüngüldür və artıq buradan bu düşür aşağı. Mən hətta buradan tuta bilərəm. Bir sözlə, yəni ki, çox qəşəng balansı alınıb, çox qəşəng, çox xoşuma gəldi. Böyümə istiqamətdə tiyə özünü bildirir. Üstəgəl bucaq böyük yox, kiçik olmalı, yəni dəriyə yaxın olmalıdırsa. Və bütöv tıraş zamanı taktil olaraq tiyə hiss olunurdu. Həm bu burun altında onu qeyd edim. Jaws'da da hiss olundu, bu deməli Arıs'da da hiss olundu. Yanlarda da, bu düz yerlərdə də tiyə hiss olunurdu. Böyümə istiqamətdə. Böyümənin əksinə artıq tiyə hiss olunmurdu, çox komfortlu idi və nisbətən belə deyək, travmalız, o xırda mikro çapığısız, belə deyək, yəni ki, çox qəşəng bir tıraş bəxş etdi Arıs. Böyümənin tərsinə, əksinə çox qəşəng idi. Üstə gəl, deməli, Jaws'dan fərqli olaraq Arıs'ın deməli başlığı manevriliyə, bucağı dəyişməyə imkan daha çox verdi, nə ki Jaws. Jaws'da çox ehtiyatlı olmaq lazım idi. Tiyə böyümənin əksinə qırxanda söhbət verir. Tiyə bütün hallarda hiss olunurdu ki, yəni indi çapıq alacağım, sonra çapıq. Yəni çox ehtiyatlı olmaq lazımdır. Burada isə yox. Burada yəni ki, nə istəyirsən edirdim. Beləliklə, yəni ki, Arısak'da fikirlər dəyişməyə başladı. Çox xoşuma gəldi. İnanmıram ki, gündəlik tıraşa yar, inanmıram. Hələ 3 günlük, belə 4 günlük tıxlanma olmadı heç birində. Yəni, çox rahat bir tıraş olundu. Rapira tiyələr də kifayət qədər özlərini çox pozitiv bir tərəfdən özlərini göstərdilər. Əsasən də bu Jaws'da o ki, mən rahat belə yağ kimi gedirdi. Yəni, haradasa ilişsin, nəysə dartsın söhbəti olmadı. Yəni, kifayət qədər kəskin və kifayət qədər effektiv oldular bu iki üz qırxanda, üz qırxan alətlərdə. Və beləliklə, yəni, tutuzdurdum. Dediyim kimi, effektiv üz qırxanlarda, effektiv, agresiv üz qırxanlarda artıq tiyə seçimində məncə orta və ondan aşağı aqressiyada olan tiyələri istifadə etmək daha çox tövsiyə olunur. Düzdür, kimlər ki daha çox təcrübəlidir, onlar deyə bilər ki, yox, daha aqressiv və effektiv üz qırxanlarda effektiv tiyələr də istifadə olunandır. Düzdür, mən mübahisə etmirəm, ola bilsin ki, yox, çox güman ki, elədir. Təcrübələri çox böyükdür və asanlıqla öhdəsindən gəlirlər. Tıraşın üstə gəl. Eyni üz qırxanla üz qırxırlar hər gün və artıq əlləri yatıb həmin o üz qırxana və tez bir zamanda çox az bir hərəkətdə, əl hərəkətində çox effektiv bir nəticə alırlar beləliklə. Ona görə onlar deyə bilərlər ki, yox, daha belə deyək, iti tiyəni istifadə edən, amma birinci istifadə edənlər üçün birinci dəfə nəysə sınavdan keçirdən şəxslər üçün yox. Yəni ki, orta və ondan aşağı tiyələri istifadə etmək tövsiyə olunur.
Sona çatdıq yoldaşlar. Mən demək istədiyim bunlar idi. Bu məqamda sağollaşıram bütün izləyiciləri. Bir daha təşəkkür edirəm. Etdiyiniz bu belə deyək, kommentlə, like-la, digər belə deyək, hansısa bir alətlərlə və yaxud aksesuarlarla etdiyiniz köməklərə görə çox təşəkkür edirəm. Sağ olun, gələn görüşlərə. Sağ olun.